2024 və 2025-ci illər mövsüm izləri üçün uğurlu alındı. Azərbaycan Premyer Liqasında hələ mövsüm başa çatmamış komanda ikinci yeri təmin etdi. Klub tarixində bu ikinci belə haldır və hər iki dəfədə yalnız Qarabağdan geri qalmaqla reallaşıb. Bu nəticə təsadüfi deyil. Rəşad Sadıqovun rəhbərliyi altında Qartalla inkişaf edən sabitliyə nail olan və Avrokuboklara iddialı kollektivə çevrilib. Klubun bu uğurunun arxasında duran əsas amillər oyun üslubu, transfer siyasəti, texniki heyətin yanaşmasıdır. Eyni zamanda zəif nöqtələr və çətinliklər də var. Birənin oyununa baxanda ilk diqqət çəkən məqam sabitlikdir. Komanda il ərzində oyun formasından ciddi düşmür. Zəifə də, güclü rəqibə də eyni ciddiyyətlə yanaşır. Bu isə texniki heyətin hazırlıq səviyyəsinin və komanda içindəki nizam-intizamın göstəricisidir. Sadıqovun əsas prinsiplərindən biri də budur, oyunun istənilən mərhələsində nə etdiyini bilən komanda formalaşdırmaq. Rəşad Sadıqov məşqçilikdə sürətli yol qət edib. Oyunçu kimi qazandığı liderlik xüsusiyyətlərini baş məşqçi kimi də sərgiləməyi bacarır. Bu baxımdan onun futbol düşüncəsinin formalaşmasında uzun illər birgə çalışdığı Qurban Qurbanovun təsiri də danılmazdı.